Rəbbim məni bağışla və mənə elə bir hakimiyyət bəxş et ki, məndən sonra heç kəs ona nail ola bilməsin. Bunu Süleyman əleyhissalam Allahdan istəmişdi ki, hökmdar olsun. Bundan daha böyük heç nə yoxdur ki, sən hökmdar olasan. Amma o bununla kifayətlənmərək dedi, ya Rəbbi, məndən sonra bu hakimiyyət heç kəsə verilməsin. İnsanlar və cinlər üzərində hökmdar oldu, cinlər ona xidmət edir, heyvanlar və quşlar üzərində hökmdar oldu, quşlar ona qulluq edir, onun sözünü başa düşürdü. Allah təbiət hadisələrini onun ixtiyarına verdi, külək onun əmri ilə əsir, Allah ona dəmri yumşalmağı asanlaşdırdı. Bilirsiniz niyə Süleyman əleyhissalam sadə bir şey istəmirdi, onun duasının səviyyəsi yüksək, mümkün olmayan bir şey istəyirdi. Çünki o bunları həqiqi bir güclə, heç nəyin qarşısını ala bilməyən, heç bir maneə sərhəd tanımayan güclə idarə edildiyini bilirdi. Mülk sahibi olan Allahın mülkündən heç bir şey əksilməyən, hər şey Allahın əmri ilə, ol deməyi ilə dərhal olan bir güclə idarə edildiyini bilirdi. Çünki o insanlarla iş görmürdü, onların qüvvətləri zəif, mülkləri isə azdı.